Təlimin planlaşdırılması və təşkili metodikası olacaq müəllimə. Bildiyimiz kimi, yəni təhsil müəssisələrində belə deyək də, planlaşdırmadan istifadə edilir. Planlaşdırma da bizim prinsiplərimizdən nəticəyönümlüyə əsaslanır müəllimə. Yəni sonda nəticə əldə etməliyik də, biz planlaşdırmadan istifadə ediriksə. Yəni planlaşdırma da bildiyimiz kimi iki istiqamətdə aparılır. İllik planlaşdırma və həftəlik planlaşdırma. İllik planlaşdırma perspektiv planlaşdırma adlandırılır. Amma həftəlik planlaşdırma cari planlaşdırma kimi də yəni deyə bilərik də. İllik planlaşdırmada yəni belə deyə bilərik ki, standartların reallaşdırılması məqsədi ilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Yəni illik planlaşdırma inkişaf sahələri üzrə qurulur və hər yaş qrupu üçün yəni təşkil edilir də. Məktəbəqədər təhsil belə deyək də, proqramının əsas istiqamətlərini müəyyənləşdirir. Bizdən soruşsa illik planlaşdırma. İllik planlaşdırma biz deyəcəyik ki, perspektivlik prinsipinə əsaslanmış olur. İnteqrativlik prinsipinə əsaslanmış olur. İnteqrativlik də bildiyimiz kimi məzmunun belə deyək də, əlaqələndirilməsidir. İllik planlaşdırma və cari planlaşdırma. İllik planlaşdırmada biz bundan əlavə deyə bilərik ki, ümumi təlim nəticələri reallaşdırılır. İllik planlaşdırmada müəllimə. Həmçinin biz nə deyə bilərik illik planlaşdırma haqqında? İllik planlaşdırmada diaqnostik, bir də summativ qiymətləndirmə təşkil edilir. Diaqnostik qiymətləndirmə dedikdə bu bizim ilkin qiymətləndirmədir. Yəni belə deyək də, uşağın ilkin səviyyəsini müəyyən edir də, uşağın nə bildiyini, nə bacardığını, onun bilik səviyyəsini müəyyənləşdirir. Diaqnostik yəni budur. Summativ isə biz bilirik ki, yekun nəticədə əldə edilir də, summativ. Yəni belə deyək, yaş qrupunun sonunda nəticə əldə edirik biz summativ qiymətləndirmə ilə. Daha sonra biz nə deyə bilərik? Bu haqda illik planlaşdırma həmçinin inteqrativlik prinsipi əsasında təşkil olunur dedik. Bundan əlavə də həftəlik planlaşdırma ancaq alt standartların həyata keçirilməsi ilə ayrı-ayrı məşğələlər və məşğələdənkənar fəaliyyət sahələri üzrə aparılır. Biz burada deyəcəyik ki, illik planlaşdırma zamanı əsas standartlar üzrə aparılır illik planlaşdırma, amma cari planlaşdırmada sırf yəni alt standartların reallaşdırılması məqsədi ilə təşkil edilir. Burada da biz bilirik ki, cari planda həm məşğələlər zamanı, həm də digər fəaliyyətlər zamanı, məşğələdənkənar fəaliyyətlər zamanı biz bir sıra fəaliyyətləri həyata keçirmiş oluruq. Oyundur, gəzintidir, bir sıra tədbirlər həyata keçiririk. Biz bundan əlavə nə deyə bilərik? Cari planda biz bilirik ki, məqsədimiz bir növ alt standartdan çıxarılır. Həmçinin bizim məqsədimiz cari planda öz əksini tapmışdı müəllimə. Biz başqa nə deyə bilərik? Dedik ki, illik planda diaqnostik və summativ qiymətləndirmə öz əksini tapmışdı. Amma gündəlik planda biz deyə bilərik ki, formativ qiymətləndirmədən aparılır. Yəni formativ qiymətləndirmə də o idi ki, uşağın inkişafını mütəmadi şəkildə biz izləyirdik. Uşaq necə inkişaf edir, nələri bacarır, nələri bacara bilər. Yəni uşağın inkişafını mütəmadi olaraq biz müşahidə edirik. Burada əsas yəni belə deyə bilərik ki, xüsusiyyət olaraq müşahidəni götürmüş olacağıq. Yəni dedik ki, gündəlik planlaşdırmada formativ belə deyək qiymətləndirmə öz əksini tapmışdı. Məqsədimiz alt standartdan çıxarılır və belə deyək cari planda öz əksini tapır. Bundan əlavə biz nə deyə bilərik? Belə deyək də, burada uğurlu və nəticəyönümlü təlim prosesinin təşkili əvvəlcədən mükəmməl hazırlanmış planlaşdırmadan asılıdır. Yəni tərbiyəçi müəllim dərsin planını əvvəlcədən müəyyən etməlidir. Əvvəlcədən düzgün planlaşdırmanı təşkil etməlidir ki, yekunda son nəticəyə gəlib çatsın. Bu da bizim prinsiplərimizdən nəticəyönümlüyə əsaslanmış olur. Yəni yaxşı belə deyək tərbiyəçi, öz işini yaxşı bacaran tərbiyəçi bir nəticəyönümlü tərbiyəçi müəllimdir. Biz bundan əlavə nə deyə bilərik?
Bu növ planlaşdırmada özündə tərbiyəçi müəllimin hər hansı inkişaf sahəsi üzrə nəzərdə tutulmuş bir növ yaş qrupu üzrə illik fəaliyyətini əhatə edir. Orada konkret yaş qrupu üzrə məzmun standartları, məşğələ, mövzular, inteqrasiya, resurs və tarix kimi məsələlər əhatə olunur. Yəni biz perspektiv plan dedikdə bu bizim illik planımızdır, amma cari plan həftəlik plandır müəllimə. Daha sonra biz nə deyə bilərik? Perspektiv planlaşdırma həm müvafiq yaş qrupunun, həm də ayrı-ayrı uşaqların inkişaf səviyyəsini nəzərə alaraq müəyyən zamanda təlim və tərbiyənin vəzifələrini konkretləşdirilir. Həmçinin biz nə deyə bilərik? Məşğələlərdə mövzuların ardıcıllığını planlaşdırarkən aşağıdakıları biz nəzərə almalıyıq. Bunlara daxildir inkişaf sahəsi daxilində inteqrasiya. Yəni inkişaf sahəsi daxilində inteqrasiya dedikdə eyni bir belə deyək də mövzu keçir. Tərbiyəçi müəllim və həmən belə deyək də mövzunun ətrafında inteqrasiya təşkil edir. Daha sonra gəlir inkişaf sahəsi. Məsələn, bədii təfəkkürlə savad təlimi və eynidir də bunlar müəllimə. Yox, müəllimə, elə yox. Məsəl üçün biz keçirik necə deyək, bədii təfəkkür məşğələsi eləmi. Biz bu zaman məsəl üçün bədii təfəkkürü keçən zaman nağılı səhnələşdirir uşaqlar deyək. Bu zaman inkişaf sahəsi daxil olur. Yəni bir mövzu ətrafında da belə deyək müəllimə. Bəli, başa düşdüm müəllimə, bildim müəllimə. Amma inkişaf sahəsi arası inteqrasiya dedikdə məsəl üçün biz belə deyə bilərik ki, təsviri fəaliyyəti məsəl üçün əlaqələndiririk fiziki mədəniyyətlə və yaxud da savad təlimini bədii təfəkkürlə, yəni bu tipli müəllimə. Aydın oldu. Başa düşdüm müəllimə. Aha. Bəli müəllimə. Daha sonra gəlir ardıcıllığın qurulması. Ardıcıllığın qurulmasında da biz bilirik ki, məntiqi ardıcıllıq, daha sonra psixoloji ardıcıllıq və xronoloji ardıcıllıq öz əksini tapmışdır. Məntiqi ardıcıllıq da yəni bildiyimiz kimi ardıcıl şəkildə də, məntiqi şəkildə qurulmalıdır. Psixoloji ardıcıllıq zamanı isə sadədən mürəkkəbə doğru, yəni yaxından uzağa doğru. Bu bir növ bizim varislik prinsipimizə əsaslanmış olur. Yəni sizdən soruşanda sadədən mürəkkəbə doğru hansı ardıcıllıq təşkil olunur? Bu zaman biz deyəcəyik ki, psixoloji ardıcıllıq belə deyə təşkil edilir. Daha sonra gəlir xronoloji ardıcıllıq. Xronoloji ardıcıllıq da yəni belə deyək də tarixdir də əsasən. Yəni dövr belə deyək, dövrü nəzərdə tutur da tarixi xronoloji olaraq. Daha sonra biz nə deyəcəyik? Perspektiv planlaşdırma və cari planlaşdırmada nələr əksini tapır? Biz onlara baxacağıq. Perspektiv planlaşdırmada standartlar, məşğələ, mövzular, inteqrasiya, resurslar və tarix öz əksini tapmışdır. Daha sonra gəlir cari planlaşdırma. Cari planlaşdırmada da biz nələrə diqqət etməliyik? Burada da standart, mövzu, məqsəd, inteqrasiya, iş forması, iş üsulları və resurslar öz əksini tapmışdır. İndi biz baxaq bunların oxşar və fərqli cəhətlərinə. Bizdən soruşanda ki, perspektiv və cari plan arasında oxşar olanlar hansılardır? Biz bu zaman qeyd edəcəyik nəyi? Alt standart hər ikisində qeyd olunub. Bundan əlavə mövzu hər ikisində qeyd olunub. İnteqrasiya hər ikisində qeyd olunub. Resurslar hər ikisində qeyd olunub. Yəni biz bunu əsas götürəcəyik. İndi keçək fərqli cəhətlərinə. Oxşar cəhətlər bunlar idi. Fərqli cəhət dedikdə isə biz burada nəyi götürəcəyik? Fərqli cəhət olaraq perspektiv planda gördüyümüz kimi tarix əks olunub. Yəni tarix, bir də məşğələ. Bunlar cari planda öz əksini tapmayıb gördüyümüz kimi və perspektiv plandadır. Sizdən soruşsa ki, tarix hansı planlaşdırmada öz əksini tapmışdı? Biz bu zaman perspektivi götürəcəyik. Məşğələ hansında öz əksini tapıb? Bu zaman da perspektivi götürəcəyik. Cari planda isə fərqli olanlar nələrdir? Onlara baxaq. Məqsəddir. Bundan əlavə iş forması və iş üsullarıdır. Yəni sizdən soruşsa iş forması, iş üsulu hansı planda öz əksini tapıb? Bu zaman biz cari planı, həmçinin məqsəd də cari plandan çıxarılır dediyimiz kimi. Daha sonra biz məşğələlərin mərhələlərinə baxmamışdan öncə bəzi qeydləri götürək. Siz də yazın müəllim özünüzdə. Yəni biz dedikdə ümumi təlim nəticələri dedikdə
Biz burada perspektiv planlaşdırmanı götürəcəyik. Amma ümumi təlim nəticəsi dedik ki, perspektivdir. Amma təlim nəticəsi dedikdə bu zaman biz cari planı götürəcəyik. Dərsin məqsədi nə müəllimə? Təlim nəticəsindən çıxarılır. Bunu da unutmayın da. Yavaş-yavaş deyim, müəllimə zəhmət olmasa yazın. Ümumi təlim nəticəsi. Ümumi təlim nəticəsi perspektiv planda öz əksini tapıb. Amma təlim nəticəsi cari plandadır. Planlaşdırma. Amma təlim nəticəsi cari planda. Dərsin izahına baxarsınız, istəsəz onu da qeyd götürərsiniz. Yəni siz necə istəyirsiniz? Demək, dərsin məqsədi dedik ki, müəllimə təlim nəticəsindən çıxarılır. Məqsədimiz də bizim aydın olmalıdır, dəqiq olmalıdır, spesifik olmalıdır, daha sonra anlaşıla bilən olmalıdır. Yəni məqsədimiz bir növ dəqiq, spesifik olmalıdır, anlaşıla bilən, sadə dildə aydın olmalıdır. Məqsədimiz də dedik ki, cari planda əks olunub. Daha sonra biz nə deyə bilərik buradan? Məqsədimiz də müəllimələr alt standartdan çıxarılır və cari planda əks olunub. Daha sonra biz nə qeyd eləyə bilərik? Biz burada nə edəcəyik? Dərsin məqsədi necədir müəllimələr? Dərsin məqsədində uşaq bir növ bilir, bacarır, daha sonra formalaşdırır. Həmçinin yəni bir növ belə deyək də öz bacarıqlarını nümayiş etdirir. Yəni bu tiplidir və keçmiş zamanda olmamalıdır dərsin məqsədi. Daha sonra biz nə deyə bilərik bu haqda? Dedik ki, alt standart cari planda öz əksini tapmışdı, amma perspektivdə əsas standartdır. Bunu da unutmayın, əksər müəllimələr qatışdırır bunu. Demək, əsas standart perspektiv planda öz əksini tapıb, amma alt standart cari planda öz əksini tapmışdı. Bundan əlavə biz nə deyə bilərik? Təlim nəticəsi də bir növ dərsin məqsədi başa düşülür də. Yəni sizdən soruşsa dərsin məqsədi nədir? Bu zaman biz təlim nəticəsində dərsin məqsədi kimi götürürük. Yəni eyni anlayışdır demək olar ki. Demək, təlim nəticəsində də biz nəyi nəzərə alacağıq? Burada qeyd olunmayıb, amma SMART var. SMART-a əsasən tənzimlənir bizim təlim nəticəmiz. Həmçinin bu bildik ki, alt standartda da öz əksini tapmışdı. SMART dedik ki, təlim nəticəsinə əsaslanır. SMART dedikdə nə başa düşürük? S dedikdə spesifik deməkdir. M dedikdə menstruasıldır. A dedikdə archipeldur. R isə realistdir. T isə time frienddir. S dedikdə spesifik. Yəni dəqiq, aydın olmalıdır. Bizim məqsədimiz dəqiq olmalıdır, aydın olmalıdır, sadə, anlaşılan dildə olmalıdır bir növ. Yəni spesifik dedikdə dəqiq, aydın götürürük. Bir də o SMART-ın açmasını deyərdiniz də, zəhmət olmasa. Dərsdə yox idi o. Yəni qeyd eləməmişəm. Müəllimə, yoxdur dərsdə. S spesifikdir. Qeyd eləyirəm müəllimə izahları ilə. Yəni dəqiq, aydın olmalıdır bizim məqsədimiz. Daha sonra gəlir M. M dedikdə menstruasıldır. Yəni bir növ ölçülə bilən olmalıdır. Yəni ölçülə bilən dedikdə biz bu zaman nə başa düşürük? Dərsin məqsədi zamanı biz belə deyək, uşaqları yaş qrupları üzrə və yaxud da digər xüsusiyyətlərə görə ölçmürük, axı belə şey olmur. Ölçülə bilən dedikdə, yəni qiymətləndirilə bilən deyilir də. Biz bir növ uşağın fəaliyyətini qiymətləndirmiş oluruq. M dedikdə ölçülə bilən, qiymətləndirilə bilən nəzərdə tutulur. Yazdınız müəllimə? Yazdım müəllimə. Daha sonra gəlir A. A dedikdə isə archipeldur. Archipelda dedik ki, əlçatan olmalıdır. Yəni əlçatan olmalıdır deyəndə də ki, necədir? Yəni uşaqların potensial imkanlarına uyğun olmalıdır. Bir növ onların maraqlarına, istəklərinə uyğun olmalıdır. Daha sonra gəlir R. R dedikdə isə yəni realistdir də, real olmalıdır. R dedikdə isə resurslardır. Yəni biz bilirik ki, dərs prosesini, məşğələləri təşkil edən zaman bir sıra resurslardan istifadə edirik də. Məsəl üçün nə deyə bilərik? Məsəl üçün deyək ki, savad təlimində
uşaqlara A hərfi keçiriksə, biz bu zaman bir sıra çubuqlardan istifadə edirik. Daha sonra bir növ, yəni bir sıra vəsaitlərdən istifadə edirik. Plastilindən istifadə edirik A hərfini yapmaq üçün. Yəni bu tipli resurslar dedikdə bunlar nəzərdə tutulur və yaxud da aha, buyurun müəllimə. Yox, müəllimə deyin, sualım yox. Məsəl üçün bundan əlavə resurs dedikdə biz nə götürə bilərik? Məsəl üçün fiziki mədəniyyət məşğələsi zamanı resurs olaraq toplardan istifadə edə bilərik. Bir sıra və ya deyək də fiziki fəaliyyətləri icra edən bir sıra əşyalardan istifadə edə bilərik. Yəni resurslar dedikdə də bunlar başa düşülür. Bundan əlavə gəldi T hərfi. T dedikdə isə time frienddir. Yəni burada vaxt müddət nəzərə alınmalıdır. Yəni hər bir dərsi müəyyən edən zaman biz vaxtı, müddəti, zamanı müəyyən etməliyik öncədən. Həmçinin biz nə deyə bilərik? Məqsədimiz də, yəni çox olmamalıdır məqsədimiz. Məqsədimiz ən az bir məqsəd götürə bilərik. Amma belə də ümumilikdə məqsədimiz 2-3 məqsəd götürə bilərik. Yəni ondan artıq məqsədimiz ola bilməz. Bunu da qeyd eləyin. Dərsin məqsədi də bildik ki, keçmiş zamanda olmamalıdır. Daha sonra gəldik nəyə? Yəni bunu da belə qeyd elədik. Dedik ki, alt standart cari plandaydı, perspektivdə isə əsas standart çıxarılırdı. Daha sonra biz nəyi götürəcəyik? Dedik ki, nəyi? İlki planda diaqnostik və summativ qiymətləndirmə öz əksini tapmışdı, amma gündəlik planda formativ qiymətləndirmə öz əksini tapmışdı. Bura qədər aydın oldu müəllimələr? Bəli, müəllimə. Daha sonra biz keçək nəyə? Biz keçək indi məşğələnin mərhələlərinə bir növ. Məktəbə qədər təhsil müəssisəsində bir növ belə deyək, səsi bağlayardınızda kimdə açıqdırsa. Məşğələnin əsasən 3 mərhələdə həyata keçirilir. Bunlara aktuallaşdırma və ya motivasiya nəzərdə tutulur, dərk etmə, daha sonra isə tətbiq etmə. Gəldik aktuallaşdırma və motivasiya mərhələsinə. Burada biz bir növ deyirik ki, məşğələni belə deyək də, aktuallaşdırma dedikdə uşaqların mövcud biliklərinin bir növ aşkara çıxarılmasıdır da. Amma aktuallaşdırmanı hər zaman istifadə etmirik axı. Aktuallaşdırmadan əksər hallarda istifadə edirik. Əgər yəni biz motivasiya qura bilmiriksə, bu zaman aktuallaşdırmadan istifadə etməliyik. Gəldik aktuallaşdırma və motivasiyaya. Məşğələdə aktuallaşdırma, yəni mövcud biliklərin aşkara çıxarılıb səsləndirilməsi ilə başlayır. Əgər motivasiya yaratmaq çətin və ya mümkün deyilsə, o zaman biz aktuallaşdırmadan istifadə edirik. Daha sonra biz bilirik ki, motivasiya ilə başlayan məşğələ bir növ daha maraqlı, daha cəlb edici, daha yadda qalan olur, uşaqların diqqətini cəlb edə bilən olur. Daha sonra biz nəyi qeyd edə bilərik? Motivasiya dedikdə, yəni bir növ uşaqların diqqətini, marağını mövzu ətrafında cəmləməkdir dər. İndi biz nəyə keçək? Yəni biz bildik ki, aktuallaşdırmanı o halda istifadə edirik ki, motivasiya qurmaq mümkün olmadığı halda biz aktuallaşdırmadan istifadə edirik. İndi gəldik nəyə? Motivasiyanı necə qurmaq olar? Motivasiyanı qurmaq üçün uşaqların diqqətini cəlb etməliyik və uşağı maraqlandırmalıyıq. Bundan əlavə müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmalıyıq. Bundan əlavə biz nə deyə bilərik? Müstəqil tədqiqata həvəsləndirməliyik uşaqları. Məktəbə qədər yaşlı uşaqların imkanlarının müxtəlifliyini nəzərə almalıyıq. Uşağın öz bacarıq fəaliyyətini bir növ həyata keçirməyə sövq etməliyik. Yəni motivasiya qurmaq üçün biz nəyə diqqət edirik? Diqqətini cəlb edirik uşaqların maraqlandıran sahələrdə bir növ fəaliyyəti təşkil edirik. Müxtəlif fərziyyələrə səbəb olan vəziyyətləri yaradırıq. Müxtəlif tədqiqata həvəsləndiririk uşaqları. Uşaqların öz bacarıqlarını, öz seçimləri etməsinə kömək edirik. Daha sonra isə uşaqların imkanlarını bir növ müxtəlifliyi nəzərə almış oluruq. Daha sonra keçirik. Bura qədər aydın oldu müəllimə?
Bəli, müəllimə. Aha, daha sonra keçirik biz dərk etmə mərhələsinə, daha sonra tətbiq etmə mərhələsi gəlir. Dərk etmə dedikdə isə biz bir növ belə deyə bilərik ki, tərbiyəçi müəllim yeni mövzunu keçir də, yəni yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsidir. Yəni tapşırıqları həll etmə prosesində məlumatların, faktların axtarılmasıdır, toplanmasıdır. Yəni dərk etmədə bir növ uşaqlar yeni bilik və bacarıqlar öyrənmiş olurlar, mənimsəmiş olurlar. Bundan əlavə dərk etmədə bilik və bacarıqların vəhdətdə formalaşdırılması prosesidir. Yəni sizdən soruşsa ki, nə bilik və bacarıqların vəhdətdə formalaşdırılması prosesidir. Biz bu zaman dərk etmə mərhələsinə əsas götürmüş oluruq. Yəni verilmiş yerinə yetirmək üçün uşaqlar iş formasından asılı olaraq fikir mübadiləsi əsasında tədqiqat aparırlar, ümumi nəticəyə gəlirlər. Dərk etmə mərhələsi əsasən bizim dedik ki, fikir mübadiləsi aparır uşaqlar. Fikir mübadiləsində uşaqlar hansı iş üsulunda istifadə edirdilər? Müzakirə iş üsulunda. Yəni uşaqlar sual və replikalarla bir növ problemin həllində iştirak edirlər. Bundan əlavə yeni bilik, bacarıqlar əldə edirlər. Daha sonra gəlir bizim tətbiq etmə mərhələsi. Tətbiq etmə də dedik ki, qazanılmış bilik və bacarıqların tətbiq edilməsidir. Uşaqlar bir növ əldə etdiyi bilik və bacarıqları möhkəmləndirirlər. Daha sonra biz bura nə deyə bilərik? Yəni praktik əsasən belə deyək də, tapşırıqları praktik şəkildə həll edirlər bu mərhələdə. Daha sonra bu dövrdə uşaqlar bir növ oyun fəaliyyətini təşkil edilir. Əsasən tətbiq etmə dedikdə, yəni yekun nəticəni əldə edən zaman uşaqlar bir növ praktik bacarıqlar nümayiş etdirmiş olurlar. Aha, indi biz qayıtdıq nəyə? Demək, perspektiv illik planda nələr əks olundu? Standartlar, məşğələ, mövzular, inteqrasiya, resurslar, tarix. Cari planda isə standart, mövzu, məqsəd, inteqrasiya, iş forması, iş üsulları və resurslar. Oxşar cəhət kimi də götürdük nəyi? Standartlar, inteqrasiya, resurslar və alt standart hər ikisində öz əksini tapmışdı bir növ. Daha sonra biz nəyi qeyd eləyək? İndi biz bu mərhələləri motivasiya, dərk etmə və tətbiq etməyə aid açar sözləri qeyd eləyək, müəllimələr. Motivasiyaya biz nə götürə bilərik açar söz kimi? Cəlb etmə, sövq etmə, uşaqları müstəqil, müxtəlif belə deyək də, müstəqil şəkildə tədqiqata həvəsləndirməliyik, müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmalıyıq. Biz burada motivasiyada nəyi götürə bilərik iş üsullarından? Əqli hücum. Yəni uşaqlar bir sıra müxtəlif fərziyyələrə səbəb yaradırlar, fikir müxtəlifliyi yaranır bu mərhələdə. Bundan əlavə uşaqları bir növ ideya toplamaqdır, diqqətini çəkməkdir, marağını oyatmaqdır. Daha sonra uşaqları tədqiqata həvəsləndirməkdir. Əqli hücum da bu mərhələdə təşkil olunur. Bunu da açar söz olaraq qeyd eləyərsiniz. Daha sonra biz nə deyə bilərik? Keçdik nəyə? Dərk etmə mərhələsinə. Dərk etmə mərhələsində də fikir mübadiləsi yaranırdı uşaqlara. Daha sonra uşaqlar bir sıra arqumentlər gətirirdilər, səsləndirirdilər. Tənqidi təfəkkür səriştəsi də bu mərhələdə formalaşır. Daha sonra bilik bacarıqların vəhdət şəkildə formalaşdırılması bu mərhələdə öz əksini tapmışdı. Uşaqlar bir sıra tədqiqatlar aparırlar. Faktların axtarılmasıdır, toplanmasıdır. Bir növ belə deyək də, uşaqlar fikir mübadiləsi aparırlar, hərə öz fikrini ifadə edir. Müzakirə iş üsulu da dedik ki, bu mərhələnin açar sözü kimi də götürə bilərik. Daha sonra gəlir tətbiq etmə. Tətbiq etmə mərhələsində isə biz açar söz kimi nə götürə bilərik? Praktik tapşırıqlar əsas açar sözdür. Daha sonra biz burada elm güşəsində, yəni praktik şəkildə bir sıra müşahidələr apara bilərik. Daha sonra oyunlar bu mərhələdə öz əksini tapmışdı. Daha sonra uşaqların hərəkətliyi, motor bacarıqları bu mərhələdə öz əksini tapmışdı. Yəni bir növ tətbiq etmə odur ki, uşaqlar öz bacardığı fəaliyyətləri bir növ tətbiq edirlər də, praktik şəkildə nümayiş etdirirlər. Bu dərsimiz belə müəllimələr aydın oldumu? Nəsə.
Bu mövzumuz bu qədər. İndi istəyirsinizsə biraz sual-cavaba keçək. Bir dəqiqə. Təzə dərs sual cavab eləyirsiniz, mən oxumuşdum. Təzə dərsi, nə bilim, biraz sual-cavab eləyərəm. Digər müəllimələr aydın oldu mövzu. Ülviyə müəllimə təzə qoşuldunuz dərsə yoxsa? Bəli, hə, bağışlayın müəllimə. Amma belə mövzudan anlayışım var. Sual cavabı hazıram. Hə, müəllimə, sizdən inkişaf sahələrini sual cavab eləyəcəm. İndi Müjgan müəllimə ilə biraz sual cavab təşkil edək. Yaxşı müəllimə, siz mənə nəyi qeyd eləyin? Hansı mərhələdə uşaqlar fikir mübadiləsi apardılar? Diskussiyalara qoşulurdular? İş üsullarından deyirsiniz, yoxsa? Yox müəllimə, bu mövzudan. Hə, bu mövzuda. Mən bu dərk etmədə. Aha, bəli müəllimə. Bəs müəllimə, əqli hücum hansı mərhələdə istifadə edilirdi? Motivasiya və aktuallaşdırmada. Aha. Biz nə zaman aktuallaşdırmadan istifadə edirdik müəllimə? Çətin mövzu olduqda, motivasiya qura bilmədikdə, yəni aktuallaşdırmadan istifadə edirik. Yəni mövcud biliklərin aşağı çıxarıb səsləndirir. Aha. Bəs müəllimə, oyunlardan hansı mərhələdə istifadə edirdik? Oyunlardan hansı mərhələdə istifadə edir? Motivasiyada. Yox müəllimə. Oyunlarda. Tətbiq etmə müəllimə. Tətbiq etmə. Aha, bəs müəllimə, belə deyək də, hansı mərhələdə tənqidi təfəkkür formalaşırdı uşaqlarda? Tənqidi təfəkkür dərk etmədə. Aha. Bəs hansı mərhələdə uşaqlar bilik və bacarıqlarını bir növ nümayiş etdirirdilər? Praktik tətbiq etmədə. Aha. Bəs hansı mərhələdə uşaqlar yeni bilik və bacarıqlar qazanırdılar? Yeni bilik bacarıqlarını dərk etmədə. Aha, bəli müəllimə. Bəs hansı mərhələdə uşaqları bir növ cəlb etmə, sövq etmə, müstəqil tədqiqat həvəsləndirmək var idi? Hə, bu aktuallaşdırma və motivasiyada. Aha. Mərhələsi. Daha sonra bəs müəllimə müzakirə iş üsulu hansında öz əksini tapmışdı? Müzakirə üsulu dərk etmədə. Aha, bəli müəllimə. Daha sonra siz mənə qeyd eləyin nəyi? Perspektiv planda nələr əks olmuşdu müəllimə? Perspektiv planlaşdırmada standart, mövzu, məşğələ, inteqrasiya, resurslar, bir də tarix. Bəs müəllimə, cari planda nələr əks olunmuşdu? Hə, cari planda burada da standart, məqsəd, sonra mövzu, inteqrasiya, iş üsulu, iş forması. Aha. Bir də resurslar müəllimə. Və resurslar, hə. Aha. Bəs müəllimə, hər ikisində oxşar olanlar hansılar idi? Hər ikisində standart, inteqrasiya hər ikisində var, resurslar hər ikisində var. Bir də standartlar. Bəli müəllimə. Mövzu bir də. Aha. Daha sonra, bəs müəllimə, məşğələ hansında əks olmuşdu? Məşğələ cari planda. Yəni həftəlik planlaşdırılır. Xeyr müəllimə. Məşğələ. İllik planlaşdırmada. Aha. Bəs iş forması və iş üsulları hansında əks olmuşdu? Hə, iş üsulları, iş forması cari planlaşdırmada. Aha. Bəs müəllimə, bir növ məqsədimiz hansında əks olmuşdu? Məqsədimiz cari planlaşdırmada. Bəs tarix hansında əks olmuşdu müəllimə? Tarix perspektivdə. Yəni illik planlaşdırma. Bəs inteqrativlik prinsipinə hansında riayət olunurdu? Buna perspektiv planlaşdırmada. Aha, inteqrativlik. Daha sonra bəs müəllimə, planlaşdırma özü hansı prinsipimizə əsaslanırdı? Bu nəticə yönümlü prinsip. Aha, planlaşdırma yəni dedikdə nə başa düşürsünüz? Yəni proqramın
dərslərin əvvəlcədən planlaşdırılması, Aha, yekun nəticə əldə etmək. yekun nəticə, bəli. Bəs müəllimə, siz mənə qeyd eləyin nəyi? Hansında sadədən mürəkkəbə doğulu təşkil olunurdu, hansı ardıcıllıq zamanı? Mən bu psixoloji ardıcıllıqda. Aha. Bəs müəllimə, alt standart hansından çıxırdı? Alt standart həftəlik planlaşdırma, yəni cari planlaşdırmada. Aha, bundan əvvəl bəs məqsədimiz? Əsasdan. Aha, məqsədimiz bəs? Məqsədimiz bu da cari planlaşdırmada. Aha, və alt standartdan çıxarılırdı məqsədimiz. Alt standartdan. Bəs müəllimə, belə deyək də, əsas standart hansında əks olmuşdu? Bu perspektiv planlaşdırmada, illikdə. Bəli, müəllimə. Daha sonra siz mənə nəyi qeyd eləyin? Dərsin məqsədi haqqında nə deyə bilərsiniz müəllimə? Dərsin məqsədi haqqında bir növ alt standartdan çıxarılır məqsəd. Aha, bəli. Yəni mövzuya uyğun olmalıdır, yəni planlaşdırma uyğun olmalıdır məqsəd. Aha, aydın olmalıdır, dəqiq olmalıdır. Aydın olmalıdır, dəqiq olmalıdır. Aha, anlaşıla bilən spesifik. Bəli. Sonra, bəs müəllimə, diaqnostik qiymətləndirmə hansında əks olmuşdu? Diaqnostik qiymətləndirmə ilə summativ qiymətləndirmə səhv eləmirəmsə illik planlaşdırmadadır. Formativ qiymətləndirmə də cari planlaşdırmada. Aha, bəli müəllimə, çox sağ olun. Siz də sağ olun. Daha sonra Ülviyə müəllimə, inkişaf sahələrini oxumusunuz? Ülviyə müəllimə. Bəli, bəli. Oxumusunuz müəllimə? Bəli, bəli. Daha sonra siz mənə nəyə qeyd edin müəllimə? Bir dəqiqə. Siz mənə qeyd edin, məktəbə qədər təhsil hansı yaş aralığını əhatə edirdi? 1-6. Aha. Mən deyirəm ki, uşaqlara nağıl danışıram, daha sonra isə nağılı səhnələşdirirəm. Hansı prinsipə riayət edirəm? İnteqrativlik. Aha, bəli. Yəni ki, əlaqələndirmək. Ətraf mühitlə tanışdırıb, əlaqələndiririk, estetik, səhnələşdirmə estetikdə. 3-1-8-də. Bədii təfəkkür müəllimə, bədii təfəkkür. Bədii təfəkkür biz onu danışırıq, nağıl etməliyik. Amma səhnələşdirmə şeydədir, estetikdə. Yaxşı müəllimə. Neçənci maddədə əks olmuşdu Konstitusiyanın məktəbə qədər təhsil haqqında qanun? 94-cü maddə 1-ci bənd, 1-ci paraqraf. Aha. Daha sonra siz mənə nəyi qeyd eləyin? Uşaq ümumilik dedikdə nə başa düşürsünüz müəllimə? Uşağın meyil marağını nəzərdə tuturuq, əsas götürürük, sonra onların ehtiyaclarını, potensial imkanlarını. Məktəbə qədər təhsilin vəzifələri dedik ki, 4 hazırlıq var idi. Onlar hansıları idi müəllimə? 4 hazırlıq şəxsiyyət fiziki, idraki, milli bəşəri dəyəri, bir də psixomotor bacarıq. Yox müəllimə, onu soruşuram. 4 hazırlığımız var idi, onları soruşuram. İnkişaf sahələrimiz? Yox müəllimə. Fiziki hazırlıq, intellektual hazırlıq. İntellektual, sosial. Aha, bir də şəxsiyyət. Şəxsiyyət yönümlü bir də. Şəxsiyyət yönümlü. Yaxşı Ülviyə müəllimə, mən deyirəm ki, mən uşaqlara səhər fəaliyyəti zamanı idman etdirirəm, onların sağlamlığını təmin edirəm, hansı hazırlığın tələbini qoruyuram? Fiziki, inkişaf, sağlamlıq və təhlükəsizlik. Bəs müəllimə, hansında təxəyyül, təfəkkür, təşəbbüskarlıq kimi bacarıqlar formalaşır? İdraki yox müəllimə, intellektual. İntellektual. Bu bacarıqlar. Aha, bəs uşaqlarda yüksək əxlaqi təsəvvürlərin, vətəndaşlıq hisslərinin formalaşması hansındaydı? Sosial emosional.
Aha. Yəni milli bəşəri dəyərlər. Aha, bəli. Mən bütün uşaqlara eyni tapşırıq verirəmsə, dərs prosesi zamanı hansı prinsipin tələbini pozuram? Diferensiallıq, bir də uşaq yönümlülük. Aha. Deyirəm ki, uşaqdan şeiri soruşuram, amma onu qiymətləndirmirəm. Hansı prinsipi pozuram? İnkişaf yönümlülük. Aha. Dərsi daha çox ənənəvi formada keçirəmsə, hansı prinsipi pozuram? Tələb yönümlülük. Aha. Bəs müəllimə, dərsləri bir-biri ilə əlaqələndirmirəmsə? İnteqrativlik. Aha. Tərbiyəçi deyir ki, dərsə gələn zaman qızlara deyir ki, mütləq hicab taxın gəlin. Hansı prinsipi pozur? Dünyəvilik. Daha sonra deyirəm ki, mən Nazlıya mövzunu öyrədirəm, amma onun yaddaşında qalmır. Bu zaman hansı prinsip pozulur? Şəxsiyyət yönümlülük. Aha. Məlumatları olmuş. Bəli. Bəs müəllimə, dövrün tələblərini nəzərə almıramsa, hansı prinsip pozuram? Tələb yönümlülük. Aha. Daha sonra nəyi qeyd eləyəcəm? Bəs müəllimə, məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin məqsədinə nələr daxil idi? 3 əsas məqsədimiz var idi. Hansıları idi onlar? Məqsədlər. Keçən dərsdə o prinsiplər. Üç əsas məqsədimiz var idi. Yadımdan çıxdı. Müjgan müəllimə qeyd eləyə bilərsiniz. Uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etmək, sonra məktəbəqədər təhsildə iştirakçıların hüquq vəzifələrini müəyyən etmək. Məktəbəqədər təhsil sistemində müasir tələblərə uyğun hüquqi təminatlar yaratmaq. Aha, bəli. İki də hüquqla əlaqədar. Yadıma düşdü, bağışlayın müəllimə, yadıma düşdü. Müəllimə. Daha sonra siz mənə məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən bir neçəsini qeyd eləyə bilərsiniz, müəllimə? Biri könüllülükdür. Aha, bəli. Sonra şəffaflıqdır. Odmayın. Bir növ belə deyək də, sim uşaqlar üçün... Bərabər imkanlar, könüllülük, sonra... Uşaqların uşaqları bir növ psixofiziki zorakılıq hallarından müdafiə eləmək, qorumaq idi. Daha sonra biz deyə bilərik ki, burada bir növ məktəbəqədər təhsil sahəsində sim uşaqların inklüziv təhsilini təşkil idi. Bütün uşaqlara bərabər hüquqlu şəxs kimi yanaşmaq idi. Daha sonra məktəbəqədər təhsil sahəsinin şəbəkəsinin optimallaşdırılması, genişləndirilməsi idi. Məktəbəqədər təhsilin bir növ zəruriliyi, könüllülüyü idi. Daha sonra 5 yaşlı uşaqların məktəbə hazırlığının təşkili idi. Bunlar idi müəllimə. Yadıma düşdü, Yəni, hər dəfə təkrar eləyin, unudursuz deyə deyirəm, soruşuram hər dəfə üçün. Yox, təkrar eləməmişəm müəllimə. Yaxşı müəllimə, inklüzivlik dedikdə nə başa düşürsünüz? İnklüzivlik, sağlamlıq imkanı məhdud uşaqlar, sonra potensial imkanları fərqli olan uşaqlar, sonra maddi vəziyyətləri də ola bilər. Belə deyək də, müəllimə, birgə təhsilə cəlb eləyirdi. Uşaqlar arasında ayrı seçkiliyə yol vermirik. Aha, bəli. Daha sonra deyirəm ki, uşaqlar oyun oynamaq istəyir, amma mən deyirəm ki, yox, dərs keçəcəm. Bu zaman hansı prinsipi pozuram? Uşaq yönümlülük. Aha. Nəyə görə müəllimə? Meyl marağına uyğun eləmirik onların. Aha. Yəni dərsi biz oyun formasında qurmalıyıq. Bəli. Deyirəm ki, uşaq fiziki hərəkətləri yerinə yetirir, qaçır, tullanır. Bu zaman hansı prinsip qorunub? Qorunur. Aha. Fiziki hərəkətləri yerinə yetirir. Qaçır, tullanır. Fiziki sağlam inkişaf? Yox, müəllimə, prinsip olaraq soruşuram. Prinsip, bağışlayın. Aha.
Müjgan müəllimə deyə bilərsiniz. O da yəqin ki, ya şəxsiyyət yönümlü olur, Aha, ya uşaq yönümlü. şəxsiyyət yönümlü müəllimə. Şəxsiyyət yönümlü, yəni onların bacarıqları da. Yəni qaçır tullanırsa, bu zaman bir növ psixomotor bacarıqları nümayiş etdirir. Bu da bilirik ki, şəxsiyyət yönümlülükdə idi. Aha. Deyirəm ki, mən dərsi sadəcə sözlü şəkildə keçirəm. Hansı prinsipi pozuram? Əyanilik. Aha, bundan əlavə. İnkişaf yönümlülüyü müəllimə. İnkişaf etdirmirəm. Deyirəm ki, qrup daxili fəaliyyət zamanı 2 uşağa tapşırıq verirəm. Uşaqlara, hər 2 uşağa belə deyək də, eyni şeir vermişəm. Biri yaxşı mənimsəyib, digəri isə pis qavrayıb. Hansı prinsip pozulub sizcə? Diferensiallıq. Aha, həmçində uşaq yönümlülüyü müəllimə. Uşaq Çünki yönümlülükdə. uşaqların belə deyək də, anlıq səviyyəsinə uyğun olmalı idi, yaş səviyyəsinə. Potensial imkanına görə. Aha. Deyirəm ki, Mədinə müəllimə dərsdə bitkilər mövzusunu keçir, daha sonra isə həyətdə uşaqlara bitkiləri göstərir. Hansı prinsipi qoruyur? İntegrativlik. Aha, həyatla əlaqələndirmə. Həyatla əlaqə ən yüksək inteqrasiya. Aha, bəli müəllimə. Daha sonra siz mənə qeyd edin. Xırda motorikanın inkişafı hansı belə deyək, hazırlıqdaydı müəllimə? Fiziki inkişaf. Aha, həmçində fiziki hazırlıq. Fiziki hazırlıq. Aha, bəs müəllimə müstəqillik, fəallıq, məsuliyyətlilik hansındaydı? Hazırlıqlardan. Müstəqillik, sosial, emosional. Yox müəllimə, hazırlıqları deyirəm. Hazırlıqlar. Müstəqillik. Şəxsiyyət yönümlülük. Aha. Daha sonra deyirəm ki, digər millətlərdən olan uşaqlara hörmətlə yanaşmaq. Bu hansı hazırlıqdır? Dünyəvilik. Aha. Milli bəşəri dəyərli hörmət. Sosial hazırlıq. Sosial hazırlıq. Daha sonra siz mənə qeyd edin müəllimə. Bir dəqiqə gözləyim. Neçə inkişaf sahəmiz var müəllimə? 4. Hansılardır? Fiziki sağlamlıq və təhlükəsizlik, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki, estetik yaradıcı və sosial emosional. Yaxşı müəllimə, siz mənə qeyd edin. Növbətçilik bacarıqları nümayiş etdirir uşaq. Bu zaman onda hansı inkişaf sahəsi formalaşıb? Növbətçilik bax 3-2-də olmalıdır. Estetik. Aha, estetik müəllim. Estetikdədir, hə, o biraz. Aha. Fiziki mədəniyyət məşğələsi hansı inkişaf sahəsində öz əksini tapıb müəllimə? Fiziki mədəniyyət inkişaf sahəsində elə 1-1-1-dir da, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Bəli müəllimə. Deyirəm ki, müxtəlif təcrübə və tədqiqatlar aparır uşaq. Bu zaman hansı inkişaf sahəsi? İdraki. Bəs bayram, əyləncə və səhnəciklərdə iştirak edirsə? Onlar estetikdəndir. Danışığında 2-3 sözdən ibarət cümlə qurursa? O bədii təfəkkürdür, yəni nitq inkişafıdır, 2-2, idrak. İdrak. Bəs müəllimə, məkan və zaman təsəvvürləri, anlayışları formalaşırsa hansı olur? 2-3 riyaziyyat, o da idrak. Təsviri fəaliyyət məşğələsi hansı inkişaf sahəsində əks olunur? Estetikdə 2-1 müəllim, onları sonra deyərsiniz də, mövzunu keçəndə. Hə, yaxşı, oldu. Aha, bəs ətraf aləmlə tanışlıq hansındadır müəllimə? İdrakda. Aha. Musiqi bəs? O da estetikdə. Aha. Uşaq oyun və rəqs hərəkətlərini icra edirsə, hansı inkişaf sahəsidir? Estetik. Öz hərəkətlərini dəyərləndirirsə? Dəyərləndirirsə, sosial emosion.
Aha, rabitəli danışır, nitq etiketlərindən istifadə edirsə bəs. İdrak. Aha, bəs ünsiyyət bacarıqlarını nümayiş etdirirsə. Sosial emosional. Aha, bəs müəllimə əmək bacarıqlarını nümayiş etdirirsə. Əmək bacarıqları əgər özünə xidmət əməyidirsə, o fiziki inkişaf sahəsidir. Amma məişət çox vaxtı, bir də təbiətdə əmək estetikdədir. 3. Hə, estetikdədir. Bəli, yəni biz bilirik ki, 4 dənədir əməyin növləri. Yəni sadəcə özünə xidmət əməyi fiziki inkişafdadır, amma digərləri estetik və yaradıcıda olur. Bəs müəllimə səbəb nəticə əlaqələrini müəyyən edə bilirsə? İdrak. Aha, sağ, sol, yuxarı, aşağı anlayışları. İdrak. Aha, arzu, hiss və istəklərini ifadə edə bilirsə? Arzu istəklər, o sosial emosionaldır, eləmi? Bəli, bəli. Bəs müəllimə kollektiv əməkdə iştirak edirsə? Estetik. Yox müəllimə. Kollektiv əmək. Kollektiv əməkdə. O şey açarsınız. O da sosial emosional. Aha, bəli, qatışdırmayın müəllimə. Aha, öz hərəkətlərini dəyərləndirirsə? Dəyərləndirir. Sosial emosional. Aha, birgə oyun qaydalarına uyğun fəaliyyət göstərirsə? O da sosial emosional. Aha, rəngləri fərqləndirməyi bacarırsa? Rəng fərqləndirmək, estetik. Bəs rəngləri adlandırırsa? O idrak. Aha, əşyaları təyinatına görə istifadə edirsə? Təyinatına görə istifadə. O fiziki deyil, müəllimə. Aha, bəli, müəllimə. Daha sonra siz mənə qeyd edin. Güllərə qulluq edirsə uşaq? Estetik. Bəs müəllimə gigiyena qaydalarına riayət edirsə? Fiziki inkişaf. Sağlamlıq və təhlükəsizlik. Aha, bəli, müəllimə. Sonra siz mənə nəyi qeyd eləyin? Siz mənə qeyd eləyin nəyi? Tələb yönlülük dedikdə nə başa düşürdünüz müəllimə? Dövrün tələbi, yəni kreativliklər, yeniliklər, plan, proqram, sonra kompüter devridir, yəni İKT-dən istifadə eləmək. Rəqəmsallıq, bəli. Aha, bəli. Yeni forma, metod, üsullar, yəni daha müasir. Şəxsiyyət yönlülük dedikdə bəs nə başa düşürsünüz? Neçə faktordan ibarət idi? Bacarıqları, ən çox uşaqlara bacarıq. Uşaqları şəxsiyyət kimi formalaşdırırıq müəllimə. Aha, neçə faktordan ibarət idi şəxsiyyət yönlülüyü? Hansıları idi? Bax, o idraki idi. Müjgan xanım keçən il kömək elədi mənə. Sağ olsun. Milli bəşəri dəyərlər, fiziki, bir də psixomotor. Aha, bəli müəllimə. Bəs müəllimə, innovasiya dedikdə nə başa düşürsünüz? Yeniliklər. Yəni o da bir növ tələb yönlülüklə aiddir. Yeni formalar, metodlar, üsullar. Bəli müəllimə. Yaxşı müəllimə, diferensiallıq dedikdə nə başa düşürsünüz? Diferensiallıq fərdiləşdirmə, yəni hərənin bacarığına, yetik qabiliyyətinə görə uyğunlaşdırma. Aha, bəli. Bəs müəllimə, sağlamlıq imkanı məhdud uşaq dedikdə kimlər nəzərdə tutulur? Sim uşaqlar, əqli və fiziki. Aha, autizmli, Down sindromlu, bir sıra belə deyək, əqli geriləməli olan, nitq pozuntusu olan. Bəs müəllimə, qanuni nümayəndələr kimlər idi? Qanuni nümayəndələr, valideynlər, evlatlığa götürənlər, bir də himayəyə götürənlər, bir də yaxın qohumlar. Aha, deyirəm ki, uşağa şeir vermişəm, amma kəkələyərək danışır. Hansı prinsip pozulur? Şəxsiyyət yönümü. Aha. Deyirəm ki, Nuray nənə və baba gələndə dərhal ayağa qalxır. Hansı prinsipi qoruyur? Prinsipdən
Aha, ayağa qalxır. Sosial, emosional. O da şəxsiyyət yönümlülükdür də, Bəli, qabiliyyət, bəli, müəllimə. bacarıqdır. Deyirəm ki, dərs Məncə də. prosesi zamanı video slaydlar gətirmişəm dərsə. Bu zaman hansı prinsipə riayət edirəm? Tələb yönümlülük. Tələb Yox, yönümlülük. müəllimə. Uşaq yönümlülük. Videoslar. Uşaq yönümlülük. meyl maraqları var. Aha, deyirəm ki, dərsi keçirəm, amma uşaq heç nə qavramır da, çünki uşağın yaşına uyğun deyil. Hansı prinsipi pozuram? Varislik. Bəs müəllimə, planımda çevik dəyişiklik etmirəmsə, hansı prinsipi pozuram? Çevik dəyişiklik qiymətləndirmədə olur. Yəqin ki, inkişaf yönümlülük elə. Aha, bəli müəllimə. Yoxsa səhvən. Bəli. Diaqnostikdə olur. Aha. Siz mənə nəyi qeyd eləyin? Deyirəm ki, Fuad məşğələ zamanı qaçarkən yıxılır. Bu zaman hansı prinsip olar sizcə? Şəxsiyyət yönümlülük. Aha. Deyirəm ki, dərs zamanı elektron lövhədən istifadə etmirəm. Hansı prinsipin tələbini qorumuram? Tələb yönümlülük. Aha, bəli müəllimə. Bəs müəllimə, defektolog kim idi? Defektolog. O əqli və fiziki qüsuru uşaqlarda korreksiya eləyən mütəxəssis, ali təhsil. Bəli müəllimə. Daha sonra siz mənə qeyd eləyin, fasilitator kim idi? Fasilitator bələdçi, yönləndirici, adətən tərbiyəçi olur. Aha, bəs fasilitasiya dedikdə nə başa düşürsünüz? Fasilitasiya prosesin özüdür, yəni adətən diskussiyalarla başlayır. Aha, bəli müəllimə. Daha sonra siz mənə qeyd eləyin nəyi? Bəs müəllimə, diferensiallıq dedikdə nə başa düşürsünüz? Fərdiləşdirmə, elə bil uyğunlaşdırma. Nədir başa Hər düşürsünüz? potensial qabiliyyətinə görə. Bəli müəllimə. Bəli müəllimə. Diferensiallıq və fərdiləşdirmədir. Yəni diferensiallıq dedikdə belə deyək də, uşaqların müxtəlifliyini nəzərə alırıq da, müxtəlif bacarıqlarını. Amma fərdiləşdirmə dedikdə, yəni uşağa tək şəkildə, fərdi şəkildə yanaşırıq da. Özəl yanaşırıq da, hərəsinin qabiliyyətinə görə birinci. Aha, bəli. Bəs müəllimə, nəticə yönümlülük dedikdə nə başa düşürsünüz? Əvvəldən müəyyən olunmuş məqsəd alt standartdan çıxır adətən. Yəni bir növ nəticə, sondakı yekun nəticəyə. Öncədən bilirik. Aha, bəli. Belə müəllimələr, bugünlük bu qədər. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı, xeyrə qarşı.